Deməli, Photoshopda yenidən bəzi seçim alətləri haqqında danışacağıq. Deyək ki, bizdə belə bir şəkil var. Şəkildə istənilməyən hissələri, üzdə olan sızanaqları təmizləmək istəyirik. Bunun üçün iki seçim alətimiz var. Daha çox istifadə olunanlar bunlardır. Amma həmin seçim alətlərinin öz içərisində də fərqli seçimlər mövcuddur. İlk olaraq bu bölmədən əsasən Brush Tool alətini seçirik. Burada isə birinci alət, klon olan alət. Bu ikisinin fərqi nədir? Birinci alət vasitəsilə siz şəkildə müəyyən hissəni götürüb digər hissəyə yerləşdirdikdə şəkil avtomatik öz arxa fonda olan şəklə uyğunlaşmış olacaq. Yəni eyni rəng tonun vermir, uyğunlaşmağa çalışır. Amma digər alətin bundan fərqi ondadır ki, siz bundan hər hansı bir rəng tonu götürdükdə ancaq eyni rəng tonunu verə bilər. Məsələn, mən buradan müəyyən bir ton götürmüşəmsə, şəkilə eyniləşdirməyə, uyğunlaşdırmağa çalışmır. Ancaq həmin tonu mənə verir. Nümunə kimi yoxlaya bilərik. Aləti seçib sağ düymə ilə buradan dairənin ölçüsünü istədiyiniz qədər genişləndirib kiçildə bilərsiniz. Çox böyük olmağını tövsiyə etmirəm, çünki belə olduqda aşağı hissələrdən də ton götürülür, o da yaxşı bir nəticə vermir. Təxmini 50-55%-lərdə qala bilər. Daha sonra yaxınlaşıram alt düyməsi vasitəsilə ki, daha aydın şəkildə görək və birbaşa toxunduqda X olaraq verir. Çünki müəyyən bir hissəni aktiv etməmişəm. Mən həmin hissəyə uyğun, ona yaxın olan hissədən alt düyməsini sıxılı vəziyyətdə saxlayıb sıçanın sol düyməsinə bir dəfə toxunuram ki, buradan müəyyən bir ton götürüm. Diqqət etsəz, artıq həmin hissəni aktiv etmişik. Hər hansı bir hissənin üzərinə toxunanda da birbaşa həmin hissəyə gəlmiş olacaq. Və şəklin özünə dediyim kimi uyğunlaşdırmağa çalışır. Təkrar alt düyməsini sıxılı vəziyyətdə saxlayıb bir çox hissəyə bu formada düzəlişlər etmək olar. Sadəcə yadda saxlamaq lazımdır ki, biz hər dəfə, məsələn, mən buradan ton götürüb bura yerləşdirsəm, bəzən düzgün nəticə verilməyə bilir, çünki ton bərabərsizliyi yaşana bilər. Ona görə də hər zaman ton seçdikdə çalışın həmin hissəyə yaxın məsafədən seçin. Məsələn, bu hissələrdən seçsəm artıq buna uyğun məsafədən olur deyə həmin rəng tonlarında o qədər fərq bilinmir. Ctrl- vasitəsilə uzaqlaşdırıram. Eyni qaydada yuxarıdan da seçim etmək olar. Və şəkili uyğunlaşdırır deyə o qədər də süni görünmür. Bir də digər seçim aləti var. F12 ilə tam əvvəlki halında saxlayıram. Bu isə digər klonlama alətidir. Klonlamanın dediyim kimi işarədən fərqi odur ki, burada artıq bizə eyni rəng tonunu vermiş olacaq. Mən yenidən ölçünü genişləndirirəm alt vasitəsilə və yaxınlaşıram. Yaxınlaşdıqdan sonra yenə alt düyməsini sıxılı vəziyyətdə saxlayırsınız, sıçanın sol düyməsini toxunursunuz, bu hissəni rəngləyirsiniz, belə bir görüntü alırsınız. Bu dəfə rəng tonunda bir dəyişiklik olmur, çünki mənə eyni rəng tonunu verir. Məsələn, bu hissələri edəndə belə bir görüntü alırsınız. Diqqət etsəz, artıq ağ rəng tonunda olur, çünki rəngdə dəyişiklik etmədiyi üçün biraz ton bərabərsizliyi ola bilər. Hər iki işarənin də istifadəsi şəkillərdə mümkündür. Yəni demirəm, ancaq birincidən ya ikincidən istifadə edin. Yəni sizə hansı uyğundursa şəkildən istifadə edəndə onu seçə bilərsiniz. Fərqi yoxdur. Belə, bu formada şəkillər üzərində işləmək olur. Həmin alətlərin öz içərisində bəzi seçimlər var. Məsələn, birinci alət yenə buna bənzərdir. Alt düyməsini sıxılı vəziyyətdə saxlayıram. Rənglədikdə yenə silmiş olacaq. Sadəcə olaraq bəzən istədiyimiz nəticəni verməyə bilir, bəzən isə normal formada silə bilir. Belə. Digərindən fərqi odur ki, biz burada artıq rəng tonu seçmirik. Sadəcə həmin hissəyə yaxınlaşırıq və birbaşa pozuruq formada da etmək olar. Onun içərisində üçüncüsü isə rəng tonunu seçib ona uyğun bir yerdən kopyalamaq üçün. Məsələn, mən bu hissədə olan hissəni seçirəm. İki nöqtəni birləşdirməliyik ki, düzgün seçim olunsun. Daha sonra üzərindən tutub sadəcə ona yaxın məsafədə formada çəkirəm. Belə etdikdən sonra Ctrl-D ilə aktivlikdən çıxarırıq və belə bir görüntü alırıq. Eyni qaydada digər hissələr üçün də bunu avtomatik etmək olar. Məsələn, belə. Yəni, Ctrl-D belə bir görüntü alırıq.
İlave olaraq burada olan digər işarəmiz nə edir? Mən hissəni aktiv edirəm. Burada olan hissəni başqa bir yerə kopyalamış olacaq. Enter ilə təsdiqlədikdə və Ctrl D edəndə həmin sızanaq eyni yerdə yox, başqa bir yerə gəlmiş olacaq. Bunu da müəyyən şəkillərdə istifadə etmək olar. Bu bölmədə sonuncusu qırmızı rəngdə olan gözlər və yaxud da bəzən şəkil çəkdikdə göz bu formada rəngli düşür. Elə olduqda Photoshopla bu problemi aradan qaldıra bilirik. Heç bir hissəni aktiv etməyə ehtiyac yoxdur. Sadəcə şəklin istədiyimiz hissəsində sıçanın sol düyməsinə bir dəfə toxunuruq. Şəklin effekti biraz normal olduqda daha yaxşı nəticə almaq olur. Amma belə də yenə də normal formada göstərir. Heç bir problem olmur yəni. Belə. Bu bölmənin içərisindəki digər işarə isə rəng tonu olaraq bizə özünün verdiyi rəngləri sadəcə teksturaları kopyalayır. Yuxarı hissədən də istədiyimiz teksturalar əlavə edə bilərik. Məsələn, yaşıl, sarı. Sağ düymə ilə ölçünü biraz kiçildə bilərik. Rənglərdə bu formada teksturalar gəlmiş olacaq.